Deməli, yoldaşlar, mayələrin səthi gəlmə qüvvəsi, ıslatma hadisəsi, kapilyalı, bərk simləri və mayelər xassələri. İlk öncə deyirik ki, maddənin hansı halları var? Bildiyimiz qədərilə əsasən bərk maye və qazdan istifadə edirik və dördüncü hal olaraq, aqrət hal olaraq plazma girir söhbət. Amma biz bərk maye və qazları bilməyimiz kifayətdir. Bərk maddə həm həcmini, həm də formasını saxlayırdı. Maye həcmini saxlayır, formasını saxlamır, töküldüyü qabın formasını alırdı. Qaz isə nə həcmini saxlayır, nə də formasını saxlayır, ikisini də saxlamırdı. Sonra bərk cisimlərdə potensial enerji kinetik enerjidən çox-çox böyükdür. Mayelərdə potensial enerji kinetik enerjiyə təxminən bərabərdir. Qazlarda isə potensial enerji kinetik enerjidən çox-çox kiçik olurdu. Bunlar da çox vacib şeylər deyil. Əsasən burada bilməliyik ki, hansı formasını saxlayır, hansı da həcmini saxlamış olur. Daha sonra gəlir söhbətə səthi gəlmə əmsalı. Səthi gəlmə əmsalı siqma hərfi ilə işarə olunur və səthi gəlmə hadisəsi zamanı yaranır. Səthi gəlmə hadisəsi nə deməkdir? Yəni bu zaman maya daxili təzyiq yaranır. Bu hadisəyə biz deyirik səthi gəlmə hadisəsi. Yəni maya molekulları arasında qarşılıqlı təsir qüvvəsi çox böyük olduğu üçün burada maya daxili təzyiq yaranır və bu zaman bu maya daxili təzyiqin yaranması hadisəsi səthi gəlmə hadisəsi adlanır və səthi gəlmə hadisəsində biz səthi gəlmə qüvvəsindən, səthi gəlmə əmsalından bəhs edirik və bu zaman səthi gəlmə qüvvəsi mayenin daxilinə yönəlmiş olur və mayenin sərbəst səthini kiçiltməyə çalışır. Qüvvənin düsturu F bərabər sigma vurulsun L. Bu hərf sigma adlanırdı və səthi gəlmə əmsalı adlanır. L isə bu sərbəst səthin kənarının uzunluğudur. Səth kənarının uzunluğudur. Və burada sigma dedik, səthi gəlmə əmsalıdır. Düstura tapanda sigmanı bərabər olurdu nəyə? F bölünsün L-ə. F qüvvə, yəni Newton, L isə uzunluq metr. Newton bölünsün metrə bərabərdir. Səthi gəlmə əmsalının vahidi. Səthi gəlmə əmsalı əmsal olduğu üçün nə F-dən, nə də L-dən asılıdır. İkisindən də asılı deyil. F isə, qüvvə isə həm sigmadan, həm də L-dən düz mütənasib asılıdır. Və səthi gəlmə əmsalı nələrdən asılıdır? Mayenin növündən asılıdır və bir temperaturdan asılıdır. Temperatur artanda səthi gəlmə əmsalı azalır və böhran temperaturda qiyməti sıfır olur. Bu da bizim vacib qeydlərdən biri. Səthi gəlmə əmsalı temperatur artanda azalır və böhran temperaturda qiyməti sıfıra bərabər olur. Sonra gəlir ıslatma hadisəsi, kapillər hadisələr. Islatmada nələr bilməliyik? Əsas bucaqları, yəni 0 ilə 90 dərəcə arasında olduqda kənar bucaq, bucağımız 0 ilə 90 dərəcə arasında olduqda bu ısladan maye idi. 90-180 dərəcə arasında olduqda isə ıslatmayan. İti bucaqda ısladan, kör bucaqda isə ıslatmayan maye idi. 0 dərəcə olduqda tam ıslatır, 180 dərəcə olduqda isə tam ıslatmayan mayedir. Bu da xüsusi qeydlərimizdir. Bundan da suallar düşür. Tam ısladanda bucaq 0 dərəcə, tam ıslatmayanda isə 180 dərəcəyə bərabər olur. Və maye molekulları ilə bərk molekulları arasında cazibə qüvvəsi mayenin arasında cazibə qüvvəsindən böyük olduqda bu ısladırdı, yox, kiçik olduqda isə ıslatmırdı. Isladan mayenin səthi içəri doğru olurdu, yəni çökük kimi. Islatmayan isə qabarıq formada olur. Isladanda içəri doğru, ıslatmayanda isə yuxarı doğru sərt forması olur. Su şüşəni ısladır, civə isə şüşəni ıslatmırdı. Bir dənə burada əsas bilməliyik ki, bucaq söhbətlərini və konkret 0 ilə 180-i, bir də təbii ki, formanı. İçəri doğru ısladan, çölə doğru isə ıslatmayandır. Çökük ısladan, qabarıq formada isə ıslatmayan olur. Kapilyalar diametrləri millimetr tərtibində olan kiçik borulardır və burada ısladan maye yuxarı qalxır, ıslatmayan maye isə aşağı enir. Burada əsas nələri bilirdik? Məsələ həllərində bizə lazım olur düsturlar. Burada səthi gəlmə qüvvəsi çəki ilə tarazlaşır, yəni P bərabər olur F-ə. Biz dedik ki, səthi gəlmə qüvvəsi sigma vurulsun L-dir. Burada L-in yerinə 2 pi yazdıqda, yəni uzunluğun qiymətini 2 pi yazdıqda çevrənin uzunluğu formasında bu bizə verir 2 pi sigma. 2 yeri də biz diametrlə ifadə edəndə olurdu pi d sigma. Bu bizə qalxan maye çəkisini verir. Yəni çəki qüvvəyə bərabərdir və qüvvənin düsturundan istifadə edirdik.
Biz çəkini sıraşma tərzinə böləndə, yəni P bərabərdir mc-dən m-i tapanda m nəyə bərabər olurdu? P bölünsün j-yə. Yəni biz çəkinin qiymətini təzədən j-yə böləndə mayenin kütləsini almış oluruq. Və mayenin kütləsini də, yəni tapdığım mayenin kütləsinin üstünü də təzədən sıxlığa böldükdə həcmi tapıram. Çünki həcm nə idi? Kütlə bölünsün sıxlıq. Kütləni təzədən sıxlığa böldükdə biz qalxan mayenin həcmini tapmış oluruq. Və məsələ həllərində biz bu üsullardan istifadə edirik. Sonra, deməli, burada Laplace tərcih qeyd olunmalıdır. Niyə qeyd olunmayıb? Bir dəqiqə. Qeyd olunmayıbsa biz yazaq da. Deməli, görmədim. Laplace tərcihi P tərcih bərabərdir nəyə? Tərcih nə idi? Qüvvə bölünsün zahə. Qüvvənin yerinə yazacağam sigma L. Sahənin yerinə yazacağam elə S qalsın. Sigma L'in yerinə yazacağam 2 pi R. Sahənin yerinə yazacağam pi R kvadratı. L'lərdən biri getdi, nə qaldı burada? 2 sigma bölünsün R. Bu bizə tərcihin üstünü verirdi. Bunu mən diametrlə ifadə eləsəm, R-in yerinə D bölü 2 yazdıqda, çünki diametr R nəyə bərabərdir? D bölünsün 2. Diametr nəyə bərabərdir? 2 dənə radiusda. Buradan R-i tapdıqda D bölünsün 2. 2 yuxarı qalxırdı, olurdu nə? 4 sigma bölünsün D-yə. Bu təzyiq, yəni Laplace təzyiqi adlanır və düsturumuz deməli təzyiqin düsturu 2 sigma bölünsün R və yaxud 4 sigma bölünsün D-dir. Bildiyimiz qədərilə təzyiq özü nəyə bərabərdir? Rho J H-a. Bu ifadələri bərabər edədikdə, yəni 2 rho J H-ı bərabər edədikdə 2 sigma bölünsün R-ə, onda H nəyə bərabər olur? Onda 2 sigma bölünsün rho J H. Yəni hündürlüyün üstürü, qapıya burada qalxan mayenin hündürlüyün üstürü bu bərabərlikdən tapar. Yəni tərcih düsturlarının bərabərliyi. Tərcihin bu düsturunu alıb 2 sigma bölünsün R, böyük və yaxud balaca R yaza bilərəm. Bunu mən hidrostatik tərcihlə, yəni rho H ilə bərabərləşdirəndə H-ın qiymətini 2 sigma bölünsün rho J alıram və təzədən diametrlə ifadə edəndə olur artıq 4. 4 sigma bölünsün rho J-dir və qab A təzədən yuxarı qalxırsa J plus A, A təzədən aşağı endirilirsə J minus A olurdu. İndi biz testlərə baxırıq uşaqlar. Aydın istadan maya deyirdi, özü gəlib çıxmayıb. Maddə hansı aqrət halında olduqda onun formasını dəyişmək çox asandır, həcmini dəyişmək çox çətindir. Maye. Mayenin həcmini dəyişmək çox çətin olur. Hə, mayenin həcmi dəyişmir, amma formasını dəyişmək çox asandır. Yəni töküldüyü qabın formasını alır. Yəni ilk sualımızın cavabı oldu deməli maye. Yalnız bir A variantı. Daha sonra 2560 aldı. Aha. Növbəti sualda səthi yayma qüvvəsidir hansı ifadə ilə təyin. Bir də bir şey deyim. Formasını dəyişmək çox çətin, həcmini dəyişmək də çox çətin desəydi, bu onda nə olurdu? Bədsim olurdu. Həm formasını dəyişmək çox asan, həm də həcmini dəyişmək çox asan desəydi, onda bu da qaz olurdu. Bərk cisimlərin formasını və həcmi saxlanılır. Mayenin forması saxlanılmır, həcmi saxlanılır. Qazın isə həm həcmi, həm də forması saxlanılmır. Səthi yayma qüvvəsinin düsturu dedik ki, F bərabər sigma L-dir. İkinci sualın cavabı deməli D variantı. Və səthi yayma əmsalının vahidini dedik ki, Newton bölünsün metr. İndi bunu da əsas vahidlərini ifadə eləsəm,
nə başımıza gələcək. Deməli, arkadaşlar, 4-cü sualın cavabı deməli C idi. Bu heç. 3-cü sualda bunu əsas fayda ifadə eləsəm. Dedik ki, səthi gəlmə əmsalı F bölünsün L, yəni vahidi olduğu qüvvə bölünsün uzunluq, yəni Newton bölünsün metrdir. Biz burada Newton yerine nə yaza bilərəm? Kiloqram vurulsun, metr bölünsün saniyənin kvadratı. Bunu təzə metrə böldükdə metrlər getdi, qaldı nə? Kiloqram bölünsün saniyənin kvadratı. Deməli, səthi yermə əmsalının əsas faktorların ifadəsi kiloqram bölünsün saniyənin kvadratıdır. Yəni, 3-cü sualın cavabı oldu deməli, D variantı. Və kənar bucağın hansı qiymətinə maye tam ısladan, tam ısladanda 0 dərəcə olurdu. 5-ci sualın cavabı deməli A variantı. Daha sonra isladan maye səthi, ıslatmayan mayenin səthi belə suallar verilə bilər. Dedi ki, isladan mayədə içəri doğru olurdu, yəni B variantı. Islatmayan mayədə isə yuxarı doğru olur, yəni Y variantı. 6-da B, 7-də Y formaları bilmək lazımdır. Ortasına sap bağlanmış məftil çərçivənin bir hissəsi sapın pərdəsi örtülmüşdür. Məftilin A nöqtəsində və sapın B nöqtəsi tərsinə səthi yayma qüvvəsi. Biz dedik ki, səthi yayma qüvvəsi mayenin daxilinə yönəlir. Yəni, maye daxili təzyiq nəticəsində baş verir və mayenin daxilinə yönəlir. Yəni, A nöqtəsindən mayenin daxilinə, yəni aşağı, B nöqtəsindən mayenin daxilinə, yəni yuxarı. Mayenin daxilinə doğru yönəlmiş olur. A nöqtəsində aşağı, B nöqtəsində də yuxarı istiqamətdə olacaq. Yəni aşağı, yuxarı, yəni cavabımız olacaq. Bu sualda B variantı. Mayenin daxilinə yönəlmiş olur. A nöqtəsində aşağı, B nöqtəsində yuxarı, yəni maye bu hissədədir. Mayenin daxilinə yönəlmiş olur. 11-də sənə deyir ki, hansı qabda maye ilə bərk molekulyası qarşılıqlı cazibə qüvvəsi mayenin öz molekulyası cazibə qüvvəsindən böyükdür. Yəni ısladan mayedir. Isladan maye də yalnız birinci şəkildədir. Maye ilə bərk molekulyası cazibə qüvvəsi mayenin öz molekulyasının cazibə qüvvəsindən böyükdürsə, bu ısladan mayedir. Isladan mayenin də forması içəri doğru olur. Yəni cavabımız olur yalnız 1, yəni D variantı. 12-ci sualı mən dünən sınaq izahında düşmüşdü bu sual. Sınaq izahında demişdim. Yəni səthə toxunan kvadrat şəkilli lövhə sabunu məhlulun səthindən çıxarmaq üçün bura hansı qüvvələr tətbiq olunurdu? Bir, ağırlıq qüvvəsi, bir də aşağı doğru səthi gəlmə qüvvəsi. Yəni səthdə olan bu kvadrat şəkil lövhəyə bu qüvvələr təsir göstərir. Ağırlıq qüvvəsi, bir də səth gəlmə qüvvəsi. Onu yuxarı doğru çəkən qüvvə bu iki dənə qüvvənin cəminə ən azından bərabər olmalıdır ki, bunu səthdən ayıra bilsin. Məhlulun səthindən ayıra bilsin. Bəli. İndi ağırlıq qüvvəsinin üsturu nə idi? mg. M-i bizə verib 10 qram. 10 qram olduğu üçün 10 üstü mənfi 3, J də 10. Bu bizə verir 10 üstü mənfi 1, yəni 0,1 Newton. Sonra bunun da 0,1-i 10 üstü mənfi 1-i belə göstərə bilərəm. Bunu da 100 vurulsun 10 üstü mənfi 3 şəklində. Yəni 100 milli Newton. Düzdürmü? 10 üstü mənfi 1-i 10 üstü 2 vur 10 üstü mənfi 3 şəklində göstərə bilərik. 100 vur 10 üstü mənfi 3, 10 üstü mənfi 3 nədir? Millidir. Olur 100 milli Newton. Səthi yayma qüvvəsi isə nəyə bərabərdir? Sigma vurulsun L-ə. Burada bir dənə tema var ki, L-i necə tapacağım? L bərabərdir. Kvadrat şəkil lövhə olduğu üçün 4 tərəfin 4-ünü də çıxarmalıyam. Ona görə perimetr kimi baxanda 4A-ya bərabər. 4 tərəfin 4-ünü də çıxarmalıyam. 4 vurulsun tərəf, yəni 4 dənə tərəfin uzunluğunu tapıram. 4 vurulsun tərəf neçədir burada? 10 cm. Yəni 4 vurulsun 10, yəni 40 cm. Bunu da mən metrə çevirəndə olur 0,4 metr. Yerinə qoyanda səthi yayma əmsalının qiymətini mötərizədə verib.
4 vurulsun 10 üstü mənfi 2. Bu onda 4-ü də necə göstərə bilərəm? 4 vurulsun 10 üstü mənfi 1 şəklində. 4-ü 4-ə vuranda 16, 16 vurulsun 10 üstü mənfi 3. 10 üstü mənfi 3 nə verir bizə? Milli, yəni 16 milli Newton. Deməli, bizim ümumi yuxarı doğru çəkən qüvvəmiz ikisinin cəminə bərabərdir. 100 plus 16, deməli 116 milli-Newton cavabımızı almış oluruq. 12-ci sualın cavabı deməli C variantı oldu. 13-də də oxşar sualdır, amma 13-də uzunluğu, yəni eli dairə dediyi üçün 2 pi ilə tapıram. Yəni dairənin uzunluğu 2 pi ilə tapıram. Dairə şəkli lövhə dediyi üçün eli 2 pi ilə tapıram. Çevrə dairə. Burada da deməli f bərabər oldu. Yəni f ağırlıq plus f səthi eyni təmadır. Sadəcə dediyim kimi burada yenə f ağırlığı mg ilə taparsan. Yəni 10 qram, yəni 10 vur 10 üstü mənfisi təzədən 10-a vurarsa 10 üstü 2 vur 10 üstü mənfis, yəni yenə 100 milli Newton. Bunu milli ilə ifadə edib də bəli. Bir dənə burada səthi gəlmə əmsalı dəyişir. O da sigma L. L-in yerinə yazıram. Dairə dediyi üçün 2 pi. Yəni 2 pi 3 radiusu bizə verib 5 santimetr. 5 olacaq. 6 vur 5 30 santimetr. Yəni 30 vurulsun 10 üstü mənfi 2. Santimetr dediyi üçün metrə çevirəndə 10 üstü mənfi 2-yə vurdum. Bu da bizə verdi nə? 3 vurulsun 10 üstü mənfi 1. Səthi gəlmə əmsalı 4 vur 10 üstü mənfi 2. L də 3 vurulsun 10 üstü mənfi 1. Buranda nə olur? 12 vurulsun 10 üstü mənfi 3. Yəni 12 milli Newton. Buna demək bizim ümumi F qüvvəmiz 100 plus 12, yəni 112 milli Newtona bərabərdir. Əvvəlki sualın oxşarı, sadəcə burada artıq dairə dediyi üçün uzunluğa 2 pi yazdım. Və yenə ağırlıq qüvvəsindən səthi gəlmə qüvvəsini topladım. Ağırlıq qüvvəsi, səthi gəlmə qüvvəsi aşağı doğru yönəlir. Yuxarıdan çatmaq üçün F qüvvəsi bu ikisinin aşağı doğru yönələn qüvvələrin cəminə bərabər olmalıdır. Bu bizim ilk mövzumuz. İlk mövzuda 13 dənə testdir. Keçəcək növbəti başlığa. Aha. Bu düstur sualımızdır. Heç kapıya burada qalxanmayın. Hündürlüyün borun açısından asılı qrafikin. H bərabər yenə burada da düstura bilsən, işləyirsən H bərabər 2 sigma bölünsün rho r. Hündürlük radiyusda necə asılı idi? Tərs asılı idi. Daha sonra uşaqlar. Hə, kütlə radiyusda necə asılıdır? Kütlənin düsturu necə idi? Bir dəqiqə. Aha. Kütlə sigmadan və radiyusda necə asılıdır? Aha, 3 və 4-cü suallar. M bərabərdir P bölünsün J idi. P də çəki də nəyə bərabərdir? Qüvvə. Yəni F bölünsün J. Yəni F bərabərdir mg'dən deyə bilərik. F-in yerinə yazırdım sigma L.
J qalırdı yerində. Və sigma L-in yerinə yazırdım 2 pi r. Yəni M həm sigmadan, həm də radiusdan düz mütəmsil asılıdır. Düstura görə baxıram. 2 düstur olur. 2 pi r sigma bölünsün j. Deməli, cavabımız o. Üçüncü sualda B variantı, dördüncü sualda da nə variantı olacaq? Təbii ki, D variantı olacaq. Yenə düstur suallarda 2 sigma bölünsün R və 4 sigma bölünsün D bizim təzyiqimizin üstulları idi. Axırıncı aldığımız üstullar təzyiq. 7-də D, 8-də də B variantı ödənilir. Kapillər burada qalxan kütləsi bayaq düsturda göstərdim ki, radiusdan düz mütənasibdir. Yəni bu sualın cavabı Y variantı. Amorf və amorf və anisotrop teması da bəlkəsinə aiddir. O da növbəti mövzuda. Radiusu 3 dəfə artırdıqda qalxan maya hündürlüyü. Hündürlük bayaq qeyd elədik. Radiusdan tərs transbaslıdır. H bərabər 2 sigma bölünsün rho j r. Yəni 3 dəfə artanda qalxan mayanın hündürlüyü də 3 dəfə azalar. Onun son cavabı A variantı. Deməli, növbəti başdır. Nə başdır? 11-ci sual daha doğrusu. Sənə deyir ki, diametri vermişəm, çəkini vermişəm, səthi gəlmə əmsalını tap. Çəki bərabərdir nə? Qüvvə, o da bərabərdir sigma L. L-in yerinə yazaram pi d. Nəyə bərabərdir uşaqlar? 2 pi r-ə və yaxud pi d-yə. Çünki diametr bərabərdir 2r. Pi 3-dür, d 10^4 millimetrdir. Millimetr olduqda 10 üstü mənfi 3-dür. Sigma bilmirəm. Çəki də 36 mikro. Mikro neçə idi? 10 üstü mənfi 6. Buradan sigma nəyə bərabər olur? 36 vur 10 üstü mənfi 6 bölünür nəyə? 3 plus 10^4. Yəni 1/2 vur 10 üstü mənfi 3. 36-nı böləndə 1/2-yə olur 30. 10 üstü mənfi 6-nı 10 üstü mənfi 3-ə böləndə olur 10 üstü mənfi 3. 30-u 10 üstü mənfi 3-ə vurmaq onu 1000-ə bölmək deməkdir. 30-da 1000-ə böləndə olur nə? %3. Yəni cavabımız olur 11-ci sualda B variantı. Sonra keçir növbəti başlıq. Başlıq nə idi? Səhifə. Dirəşmişəm elə başlıqla. Deməli, burada oxşar suallardır. Mənə burada bir fərqli sual. Misal 15. Şaqlı aşağı istiqamətdə yönəlmiş 5 metr bölü saniyə kvadrat tərzində hərəkət edən liftin kabinəsində ısladan maye kapillər boyu şaqlı vəziyyətdədir. Lift dayanarkən burada mayenin qalxma hündürlüyü necə dəyişər? Şaqlı aşağı deyir. Bu zaman düstur necə olur? H bərabər 2 sigma bölünsün. Normalda düstur nədir? Rho J R-dir. Şaqlı aşağı deyirsə olur J çıxısına. Şaqlı aşağı dediği üçün düstur olur J çıxısına. Onda 2 sigma bölünür rho J 10 təcili bizə neçə verib? 5 verib. 5 elə. Şəhəm status bəlmə vaxtı deyil. 2 sigma bölünsün 5 rho elə. Bu tapdım. Deməli məxrəc 5-dir.
İndi H2 nəyə bərabər? İndi deyir ki, lift dayanır. Dayanırsa təcil artıq yoxdur. Lift dayanır, təcil yoxdur. Elə düsturum olur. 2 sigma bölünsün rho j r. Artıq A-nı yazmıram da, elə rho j r olur. Yəni 2 sigma bölünsün rho j 10-dur. 10 rho r. Təkrar edirəm. Əvvəl mənim təcilüm var idi. J çıxısın A olur, düzdür. Təcil də 5-dir. İndi isə artıq bu təcil yoxdur, çünki lift dayanır. Onda A-nı yazmadım. Olur elə rho j r. J də 10-dur. Olur 10 rho r. Əvvəl 5 idi, indi 10. Deməli, məxrəc 2 dəfə artdığı üçün mənim hündürlüyüm 2 dəfə nə olur? Azalır. 15-in sualın cavabı olur deməli B variantı. Məxrəc 2 dəfə artdığı üçün mənim hündürlüyüm 2 dəfə azalır. 15-də B. Davam, davam, davam. Burada 16 eyni tipli sualdır. Element diaqramları boş söhbətdir. Düstur bilirsənsə işləyərsən, düstur öyrənmək lazımdır. 20. Suyu qazladıqda səthi yanma əmsalı 25 mil-Newton qədər azaldı. Bu zaman suyun kapillər burada qalxma öndürü 1.5 dəfə azaldı. Başlanğıc halda suyun səthi yanma əmsalını hesabla. Aha. Birdən belə tipli sual işləsək, deməli sənə deyir ki, bax, görürəm, bax, temperatur artanda, qızdıranda səthi yanma əmsalı azalır. Bax, burada da deyir. Yəni, səthi yanma əmsalı temperaturdan asılıdır və temperatur artanda səthi yanma əmsalı azalır. Sənə deyir ki, səthi gəlmə əmsalı 25 azaldı. Sigma 2 bərabər, sigma 1 çıxılsın 25. Sonra deyir ki, hündürlük də 1.5 dəfə azaldı. Hündürlük 1.5 dəfə azalırsa, h bərabərdir 2 sigma bölünsün rho j r-ə. Onda deyə bilərik ki, h ilə sigma düz olduğu üçün hündürlük 1.5 dəfə azalırsa, deməli sigmanın da qiyməti 1.5 dəfə azalıb ki, sigma 1.5 dəfə azalıb ki, hündürlük də 1.5 dəfə azalıb. Hündürlük sigmadan düz mütənsib asılıdır. Yəni sigma 1.5 dəfə azalıb ki, hündürlük 1.5 dəfə azalıb. Ona görə sigmanı belə yaza bilərəm. Sigma 2 bərabər sigma 1 bölünsün 1.5. Sigmanın ikinci qiyməti birinci qiymətdən 1.5 dəfə azdır. Sigma 2-ləri bərabərləşdirəndə olur nə? Sigma 1 çıxılsın 25 bərabər sigma 1 bölünsün 1.5. Hər tərəfi 1.5-ə vursaq, bir onda biraz maraqlı ədədlərdir. 1.5 sigma 1 çıxılsın. 25-i 1.5-ə vuranda 37,5 deyəsən eləməlidir. İnşallah. Yoxsa 33,5. Bir dəqiqə. 25-i 1.5-ə vurduqda 37,5 düz vurmuşam. Bu bərabərdir sigma 1. 1.5 sigma 1-dən sigma 1-i çıxdıqda qalır 10.5 sigma 1 bərabər 37,5. Sigma 1 də bərabər olur 37,5 bölünsün 10.5-ə. Bir ədədi 2-də 1-ə bölmək, o ədədi 2-yə vurmaq deməkdir. Yəni 37,5-i 2-yə vurduqda cavabımız deyir 75. Deməli, mənim səthi gəlmə əmsalım 75-ə bərabərdir. Daha sonra radiusu 0,25 mm olan kapillər boruda qalxan suyun həcmini deyir hesabla. Sigma neçədir? 72 mil-Newton bölünsün metr. Bunu da mən göstərə bilərəm. 72 vur 10 üstü -3 şəklində. Radiusda deməli nə oldu? 0,25 vur 10 üstü -3 metr. İnşallah bizə həcmi istəyir. Həcmin üstü necə idi? Həcm bərabər kütlə bölünsün sıxlıq.
Kütlənin yerinə yazırdım. Qüvvə bölünsün sərbəşmə təsiri. Qüvvənin yerinə yazırdım. Sigma L. Bunu da mən rasiyadan ifadə edəndə olurdu. 2 pi r sigma bölünsün rho ş. Həcmin düsturu. İndi heç nə qiymətlərinə qoyuruq. 2, p'si 3, radiusu bizə verib kiçik r ilə göstərdim. Yaxşı. 0,25 vur 10 üstü mənfi 3 vurdum səthgən məmsalına. Yəni 72 milli, yəni 72 vur 10 üstü mənfi 3 böldüm rho 10 üstü 3'tür. J də 10'dur. İndi 0,25'i vurduğu 2'ye oldu 10'da 5. 10'da 5, 72'nin 10'da 5'e vuranda 36. 36'nı vurduğu 3'e 108. Yani cevap 10,8 eləməlidir. Yəqin ki. Yəni cavabımız olacaq 21'də C variantı. Əsas burada 22 hissəsindən daha yaxşı olardı. 22'də deməli eyni düsturdur. Yəni bunu aşağını silirəm. Düstur almışam da da. Burada bir dənə bu getdi. Bunu sildik. Deməli R-dir. Hə, bu 2 pi daha sonra 2 necə ifadə edə bilərəm? Diametrlə. Yəni pi-dir. Pi-dir sigma. İndi uşaqlar, buradan sən həcmi tapırsan birinci tapaq. Bu şərt getdi, bu başqa şərt. Deməli, pi 3'dür. Diametr 1 millimetr, yəni 10 üstü mənfi 3'dür. Səthi gəlmə əmsalı 0,3'dür. Rho 900'dür. J da 10'dur. Bu bizə nə verir? Bu bizə verir ki, bir daha burada deyir. Nə verir bizə? 3'ü vuranda 0,3 olur 10'da 9. 10'da 9 getdi bundan. 900'dən qaldı burada nə? Bunu mən belə göstərim də elə. 3 0,3'ü göstərim. 3 vur 10 üstü mənfi 2 kimi. Düzdürmü? Bu 9'u da göstərim. 9 vur 10 üstü 2'dir. Bu oldu 10 üstü 3. İndi 3 vur 3 9. 9'dan mən getdi. Qaldı nə? 10 üstü mənfi 3, 10 üstü mənfi 2, 10 üstü mənfi 5. Aşağıda da 10 üstü 3 var. Bunu mən göstərə bilərəm necə? 10 üstü mənfi 8 şəklində. Bu mənim həcmimdir. İndi sənə deyir ki, 100 yağ damcısını. Bu sənin tapdığın bir yağ damcısı üçündür. Sən burada tapdığın qiymət bir yağ damcısının həcmidir. Amma səndən soruşur 100 yağ damcısının həcmi. Onda deməli cavabda tapdığın cavabı təzədən 100-ə vuracaq. Yəni 10 üstü 2-yə vuracaq. Bu bizə verəcək neçə? 10 üstü mənfi 6. 10 üstü mənfi 6 nə deməkdir? 1 santimetr kub deməkdir. Çünki 1 santimetr 10 üstü mənfi 2'dir. Kubu olur 10 üstü mənfi 6. 3'ə vururum. Deməli cavabımız olur 22'də D variantı. Daha sonra yeni əlavə olunmuş sualları keçirik. Son suallar yeni əlavə olunur burada. Bu tipli sual misal üçün. Burada nə deyir bizə? Deyir ki, iki kapillər şüşə boru ısladan maye daxil edilib. Yaxşı. Bu borulardakı qalxan mayenin hündürlükləri üçün hansı münasibətlər doğrudur? Sahələri verib, başqa bir şey verməyib. Sahələrlə biz radiusları taparıq elə. Düzdürmü? Deməli, uşaqlar. Birincinin sahəsi S, ikincinin sahəsi 4S'dirsə, radiuslar necədir? S bərabər, sahə nəyə bərabərdir? Pi R'in kvadratı. Onda S R'dən necə asılıdır? Kvadratik. Yəni S1
S, yəni H1 H-dırsa, daha sonra R1 R'dirsə, R2 nə olur? 2R. Niyə? Çünki radius 2 dəfə artırsa, sahə 4 dəfə artır. Sahə radiusdan kvadratik düz asılıdır. Yəni ikincinin radiusu 2 dəfə çoxdur ki, sahəsi 4 dəfə çoxdur. Radius 2 dəfə artırsa, sahə 4 dəfə artır. İkincinin sahəsi 4 dəfə çoxdursa, deməli radiusu 2 dəfə çoxdur. H da, yəni düstur nədir? 2 sigma bölünsün rho j r. Radiusdan necə asılıdır H? Tərs asılıdır. Yəni yaza bilərəm belə. H1 bölü H2 bərabərdir tərsi. R2 bölü R1. R2 2R, R1 R. Nisbət nə olacaq? 2. Deməli, H1 H2-dən 2 dəfə çoxdur. Birincinin radiusu ikincinin radiusundan 2 dəfə az olduğu üçün hündürlüyü 2 dəfə çox olacaq. Hündürlük radiusdan tərs asılıdır. Birincinin radiusu ikincinin radiusundan 2 dəfə az olduğu üçün hündürlük 2 dəfə çoxdur. Niyə 2 dəfə azdır? Çünki sahəsi 4 dəfə azdır. Sahə hündürlükdən kvadratik düz asılıdır. Hündürlüklər, sahə daha doğrusu radiusdan kvadratik düz asılıdır. Radiuslar 2 dəfə fərqlənirsə, sahələr 4 dəfə fərqlənir. Bu bizim sonuncu qapalı sualımız oldu. Burada deyir ki, sahəsi böyük olan və həmin materialdan hazırlanmış digər kapillər boyu. Sahə artdı yəni. Sahəsi böyük olan kapillər boyundan əvəz edildi. Sahə artdı. Sahə artdısa radius artdı. Sahəsi artdısa deməli radiusu artdı. Get kvadrat. Radius artdısa hündürlük azaldı. Çünki hündürlük radiusdan tərsidir. Radius artdısa hündürlük azaldı. Deməli iki variantı doğrudur. Yaxşı. Kütlə F bölünsün J, F bərabərdir sigma L. L'in yerinə yazdım 2 pi R. Kütlə radiusdan düz idi. Radius artdığı üçün kütlə də artdı. Kütlə artdısa həcm də artdı. Çünki həcm kütlədən düz mütənasibdir. Kütlə artdısa həcm də artdı. 2, 3 və 5. Daha sonra burada bu sualda sənə deyir ki, kapillər boyunun radiusu üst və böyük olan və eyni materialdan hazırlanmış kapillər boyu ilə əvəz etdikdə onda qalxan mayenin hündürlüyü 6 sm azalır. Kapillər boyunda mayenin başlanğıc hündürlüyü nəyə bərabərdir? Demək olar ki, sənə deyir ki, radiusu 3 dəfə böyük olan, radiusu 3 dəfə artdı. Və deyir ki, eyni materialdan kapillər boyu onda qalxan mayenin hündürlüyü 6 sm azalır. Deməli, radius 3 dəfə artdısa, hündürlüyü 3 dəfə azaldı. Hündürlük radiusdan tərs asılı idi. Radius 3 dəfə artdısa, hündürlük 3 dəfə azaldı. Yəni H2 bərabərdir H1 bölünsün 3. Sonra sənə deyir ki, hündürlük 6 azalır. Yəni H2 bərabər H1 çıxılsın 6. Hündürlük 6 azalır. H2 bərabər H1 çıxılsın 6. H-ları bərabərləşdirdikdə H1 bölü 3 bərabər H1 çıxılsın 6. Hər tərəfi 3-ə vurduqda H1 bərabər 3H1 çıxılsın 18. 3H1-dən 1H1 çıxanda 2H1 bərabərdir 18. H1 olur 9 sm. Başlanğıc hündürlük deməli 9 sm-ə bərabərdir.
29-da sənə deyir ki, radiusu 2 r olan kapillər borda qalxan mənin çəkisi 2-dirsə, R radiusluda çəki qüvvə ilə tərazüləşir və düsturu sigma L, yəni 2 pi r sigma idi. Yəni sənin radiusun 2 r-dən r-ə gəlirsə, yəni radius 2 dəfə azalırsa, onda çəki 2 dəfə azalır. Yəni əvvəl sənin çəkin 2 Newton idisə, indi olur 2 bölünsün 2, yəni 1 Newton. Radius 2 r-dən r-ə gəlirsə, yəni radius 2 r-dən r-ə gəlirsə, deməli radius 2 dəfə azalır. Radius 2 dəfə azalırsa, çəki də 2 dəfə azalır. Çünki radius çəki radiusdan düz mütasibdir. Əvvəl sənin çəkin 2 idisə, indi olacaq 1 Newton. Daha sonra 31-ci sual. Sənə deyir ki, sıxlığı 800 kiloqram bölü metr kub olan bu mayenin səthi gəlmə əmsalı nəyə bərabərdir? Rahat sualdır. Niyə? Çünki sırf düstur sualdır. H bərabər 2 sigma bölünsün rho j r-dən sigma tapırsan. Sigma bərabər olur onda nəyə? Rho j r h bölünsün 2. Rho bizə nə verir? Rho bizə verir 800. J 10, R. Əgər R-i mən 10-da 1 götürsəm, H-ı xəttləri izləsək 16 götürməliyəm. Əgər 10-da 4 götürsəm, H-ı 4 götürməliyəm. İndi deməli R-i 10-da 1 götürdüm. H da 16 santimetrdir. Yəni 16 vur 10 üstü mənfi 2. Böldüm nəyə? 2-yə. 800-ü böldü 2-yə. Oldu 400. 10 vur 10-da 1 elə 1 elədi. Getdi bunlar. 400-dəki 2 dənə 0 getdi 10 üstü mənfi 2 ilə. Qaldı 4 vur 16, yəni 64. Deməli mənim qiymətim 64-ə bərabər. Bir dənə burada maraqlı bir şey oldu. Deməli bu 10 üstü 2. Yox, bu 10 üstü 2, 10 üstü mənfi 2. Getdilər də bunlar. Hə, burada bir dənə tema var idi ki, bu millimetrləndir. Aha. Radius millimetrin olduğu üçün cavabım da milli Newton bölünsün metr olacaq. Aha. Mən də deyirəm niyə milli deyir. Burada radiusu millimetrlə verdiyi üçün. Yəni normalda düsturda 10 üstü mənfi 2 yazmalıyam. 10 üstü millimetr verdiyi üçün. Ona görə də 64 milli Newton bölü metr olur. Daha sonra 32. Hə, hündürlük təması. Deməli burada nə deyir? Radius vermişəm. 32 hündürlükdə radius kapillər qüvvəsinin hündürlüyünü hesablayın. Radiusu 10-dakıdır. Sigması 70 milli-Newton bölü metrdir. 10-dakı millimetr, yəni 10-dakı oranın üstü mənfi 3-dür. Sigmada 70 milli-Newton bölü metr, yəni 70 vurun üstü mənfi 3-dür. Rosu da 10 üstü 3-dür. Bunun qiymətini yeyiblər, bu 10-dur. İndi burada uşaqlar J-nin qiymətini götürmək deməsi. Bir də buna fikir vermək lazımdır. J-ni sən 10 götürməlisənmi? Xeyr. Çünki sənə deyir ki, Y radiusuna bərabər olan hündürlükdə. Ona görə də sən J-nin qiymətini tapsan, J, Jn bölünsün R plus H-ın kvadratı. Yəni J, R plus H kvadratından tərs asılı idi. Yəni, R-in üstünə bir dənə də R gəlib kvadrata qaldırsaq, çünki H deyir ki, R-dir. Y radiusuna bərabər olan hündürlükdə. Onda olur 2R-in kvadratı, yəni 4R-in kvadratı. Yəni qiymət 4 dəfə azalır. Təşkil edirəm. Y radiusuna bərabər olan hündürlükdə, yəni H bərabər R-də, R-in üstünə 1 gəlib, təzədən kvadrata qaldıranda, üstünə bir dənə gəlib kvadrata qaldırırsan. Olur 4. Qiymət 4 dəfə azalır.
J-nin qiyməti 4 dəfə azalırsa, J-nin yerinə 10 qoy. 10 yox, 4 dəfə az 2,5 qoyursan. Yer arasında bərabər olan hündürlükdə J-nin qiyməti 2,5-dir. Qiymət 4 dəfə azalmış olur. 10 idi normalda, 4 dəfə azaldı, oldu 2,5. İndi J-nin yerinə 2,5 qoymalısan. H bərabər onda olur 2. Səthi gəlmə əmsalı 70 milli, yəni 70 vuran üstü mənfi 3. Prosu dedik ki 10 üstü 3'dür. J 10'dur. R da J 10 değil. 2,5'dir. Mən də götür boyunu götürürəm. 2,5 dedik. R də radiusda 10'da 2 vur 10 üstü mənfi 3'dür. 10 üstü mənfi 3'lər getdi. Deməli burada nə baş verdi? 2,5'i 10'da 2'ye vuranda bunun cavabını bir alaq. Deməli 2'ni 70'e vurduq. Yuxarı tərəf 140 elədir. Aşağı tərəf 2,5'i vurdu 10'da 2'ye. 10'da 5 elədi. Düzdürmü? 140'ı 10'da 5'e vurmaq, bir ədədi 10'da 5'e vurmaq, bölmək daha doğrusu, onu 2'ye vurmaq deməkdir. 140'ı 2'ye vuranda olur 280. Mənim hündürlüyüm 280'ə bərabərdir. Burada da yenə bir dənə 10 üstü mənfisi yedik. Çünki 10 üstü 3 qalmışdı burada. Yuxarı çıxdı oldu 10 üstü mənfi 3. Yəni 280 millimetrdir. Burada əsas fikir etməli olduğumuz şey J-nin qiymətidir. Yer arasına bərabər olan hündürlükdə H bərabər R-də bir erin üstünə bir dənə də gəlib kvadratə qaldırırıq, olur 4. Qiymət 4 dəfə azalmış olur. Yəni 10 yox, 2,5 olur. Yəni J-nin yerinə 2,5 qoyulur. Davam edirik. Növbəti səhifəmizlə. Və buradakı sonuncu səhifədir yəqin ki. Burada babat suallar var. Deməli, 33. Nə oldu deməli? Kapital borunun ən kəsiyi tərəfi 0,25 mm olan kvadratdır. Burada qalxan suyun hündürlüyünü hesabla. Aha. Burada hündürlük tapanda hansı üstdən gedirik? H bərabər, düstur nə idi? 2 sigma bölünsün rho j r-dir. Şimdi burada bir tema var ki, birinci buradan H-ın üstünü tapaq. P bərabər dedik ki, nə idi? Qüvvə. Təzyiq bərabər qüvvə bölünsün sahə. Qüvvənin yerini yazırdıq. Sigma L. Burada düsturu belə özüm qeyd edeyim elə. Bir qeyd yazaq ki, elə. Kvadrat şəkilli borularda diametr kvadratın tərəfinə bərabər. Kvadrat şəkilli borularda kimi qeyd edirsiniz ki, kvadrat şəkilli borularda diametr elə kvadratın tərəfinə bərabər. Yəni diametr elə kvadratın tərəfinə bərabərdir. Kvadrat şəkilli borularda diametr ilə kvadratın tərəfinə bərabərdir. Yəni sənin düsturun H bərabərdir 2 sigma bölünsün rho j r-dir.
və yaxud R-in yerinə yazırdım. D bölünsün 2. 2 yuxarı qalxırdı, olurdu 4 sigma bölünsün rho j d. Burada artıq 4 sigma bölünəcək rho j a-ya diametr yerinə tərəf yazırsan, bu kvadratın tərəfidir. İndi buradan bu düsturdan istifadə edəndə, yəni h bərabər 4 sigma bölünsün rho j a-da qiymətlərinə qoyduqda 4 sigma 70 vur 10 üstü mənfi 3 millidir. Rho'su 10 üstü 3 j 10 kvadratın tərəfi də 0,25'dir. Və millimetr olduğu üçün 10 üstü mənfi 3'dür. Burada 10 üstü mənfi üstlər getdi. Onlar getdi. Daha sonra nə qaldı burada? Bunlar getdi. 10 vuruldu 0,25'e. 10 vuruldu 0,25. Bu getdi. Şey oldu da. Bir dəqiqə, bir dəqiqə. Bunu hesablasaq 4 vur 70, 140 yazaq bura. Bir dənə 0 bundan geçsin. Elə 14'ü yazaq. Aşağıda nə qaldı? 10 üstü 3 vur 0,25. Yəni bu nə deməkdir? Bu o deməkdir ki 14'ü bölürəm 4'də 1'ə. 10 üstü 3'ü yuxarı qaldırdım. 10 üstü mənfi 14'ü vurdum 4'ə. Düzdür. 14'ü 4'ə bana neçə eləyir? 56. Hardasa səhv getdimi? Hə, 4 vur 7 biabırçılıq. 4 vur 7 28 deyə. Ay dünya. Biabırın da biabırı. 28'i 4'e vuranda oldu nə? 112. 112 vur 10 üstü mənfi 3. Bu da nə deməkdir? Bu o deməkdir ki 112 millimetr. Təkcə edirəm kvadrat şəkilli borularda bizim diametrimiz tərəfə bərabərdir. Kvadratın tərəfinə bərabərdir. Riyazi. Burada da h bərabər düsturumuz 4 sigma bölünsün rho j-də diametrin yerinə tərəf qoydum. A. Oldu 4 sigma bölünsün rho j. Qiymətli yerinə qoyduqda h-ın qiymətini tapdıq 2 millimetr. Daha sonra davam edir. İndi növbəti sualımızla maraqlı bir sual idi. 34. Bunların nisbəti bizə deyir ki, oturacağı dairə olan kapillər şüşə boruda qalxan su hündürlüyünün oturacağı kvadrat olan şüşə boruda qalxan su hündürlüyünə nisbəti h1 bölü h2. H1'də düsturum nə oldu? 4 sigma bölünsün rho j d oldu. Yəni dairədə diametrindəndir. H2 kvadratda oldu 4 sigma bölünsün rho j a. Dairədə 4 sigma bölünsün rho j d-dir. Diametrin olan düsturu. Kvadrat şəkilli boruda 4 sigma bölünsün rho j a. Şimdi burada 4 sigmalar getdi. Rho j'lər getdi. Nə qaldı? A bölünsün d. Yəni tərəfi bölürəm diametrə. Bizə deyir ki, dairənin radiusu tərəfə bərabərdir. Onda A bölünsün diametrin yerinə nə yazaram? 2 dənə R yazaram. Diametri 2 R-ə bərabərdir. R də A-ya bərabər olduğu üçün nisbət olacaq elə 1 bölünsün 2, yəni 0,5. Təşkil edirəm. Dairədə 4 sigma bölünsün rho j d. Kvadrat şəkilli boruda 4 sigma bölünsün rho j a. A burada kvadratın tərəfi. Bunlar hamısı getdi, qaldı A bölünsün d. Tərəf bölünsün diametr. Bizə deyir ki, diametr nədir elə? 2 dənə R-dir, 2 radiusdur. Yəni A bölünür 2 R-ə. Bizə deyir ki, dairənin radiusu kvadratın tərəfinə bərabərdir. Onda tərəf radiusa bərabərdirsə, bunlar getdi, qaldı elə 1 bölünsün 2, yəni 0,5. Davam edirəm indi. Şeylə.
Bu 36-nı deyim. Bizə deyir ki, qalxan mayın kütləsi 8-dir birincidə, ikincidə soruşur. Burada da yenə radiuslara fikir versək, birincinin sahəsi S, ikincinin sahəsi 4S-dir. Onda birincinin radiusu R, ikincinin radiusu olacaq 2R. Bayaq bunda demişdik, S bərabərdir pi r kvadratı olduğu üçün. Yəni ikincinin radiusu 2 dəfə çoxdur ki, sahəsi 4 dəfə çoxdur. Və kütlə radiusdan necə asılı idi? Kütlə radiusdan düz asılı idi. Kütlə radiusdan düz asılı idi. Yəni ikincinin radiusu 2 dəfə çox olduğu üçün, ikincinin radiusu 2 dəfə çox olduğu üçün kütləsi 2 dəfə çox olacaq. M1-i bizə verib 8, 2 vur 8 olacaq nə? 16 milliqram. Otuz yeddi. Sənə deyir ki, yerdə kapillər borda suyun qalxma hündürlüyü 5-dirsə, kütləsi yerin kütləsinə bərabər. Radiusu yerin radiusuna 2 dəfə böyük olan planetdə həmin kapillər borda suyun qalxma hündürlüyü neçə millimetr olar? Deməli, bu hündürlük 5 millimetrdir. Yəni 5 vurun üstü mənfi 3. Çelmə ehtiyac yoxdur, cavabı millimetr nə istəyir? İndi J necə dəyişir ona baxmaq lazımdır. J bərabər J bölünsün R-in kvadratı. Sənə deyir ki, kütləsi yerin kütləsinə bərabər. Yəni kütlə dəyişmədi. M dəyişimi yoxdur. Radiusu deyir 2 dəfə böyükdür. Radius 2 dəfə artdısa, J 2-nin kvadratı qədər azalır. Çünki J R-dən tərs kvadrat asılıdır. Radius 2 dəfə artdısa, J 4 dəfə azalır. J 4 dəfə azalırsa, H bərabər 2 sigma bölünsün rho J R düsturuna görə H J-dən tərs asılıdır. Yəni J 4 dəfə azalırsa, H 4 dəfə artır. Yəni əvvəl 5 idi, indi olur 5 vurulsun 4, yəni 20 millimetr. Radius 2 dəfə artanda səbəşmə təcili 4 dəfə azalır. Əvvəl səbəşmə təcilinin qiyməti və səbəşmə təcili 4 dəfə azalırsa, hündürlük 4 dəfə artır. Əvvəl hündürlüyün qiyməti 5 idi, indi olacaq 5 vurulsun 4, yəni 20 millimetr. Və sonuncu sualımız 38 və 39-dan 38. Sənə deyir ki, kapillər borunun diametri 3 dəfə böyük olan və eyni materialdan hazırlanmış digər boru ilə əvəz etdikdə nə baş verir? Kapillərdə qalxan mayın hündürlüyü necə dəyişər? Qalxan mayın həcmi səthi. Bu da vacib suallardan biridir. Asılıqlara aid. Diametri 3 dəfə böyükdürsə, diametri 3 dəfə artırsa, hündürlük h bərabər 4 sigma bölünsün rho j-dir. Diametri 3 dəfə çoxalırsa, hündürlük 3 dəfə azalır. Çünki hündürlük diametrdən görürəm ki, tərs tənasib asılıdır. Diametri 3 dəfə artanda hündürlük 3 dəfə azalır. Yəni 1-ə uyğundur B variantı. 2-də mayenin həcmi necə dəyişər? Mayenin həcmi diametrdən necə asılıdır? Həcm bərabərdir kütlə bölünsün sıxlıq, kütlə də bərabərdir qüvvə bölünsün səbəşmə təcili. Yəni F bərabər mg'dən M-i tapanda F bölünsün J. F-in yerinə yazırdım nə? Sigma L. L-in yerinə yazırdım pi D. Mən görürəm ki, həcm diametrdən necə asılıdır? Düz mütənasib asılıdır. Yəni, diametr 3 dəfə artırsa, həcm də 3 dəfə artar. İkinci sualın cavabı oldu deməli, 3 dəfə artar, yəni A variantı. 3-də isə sənə deyir səthi gəlmə misalı. Biz demişik ki, səthi gəlmə misalı yalnız nədən asılıdır? Temperaturdan, bir də maddənin növündən, mayenin növündən. Bu ikisindən asılıdır ancaq. Ona görə səthi gəlmə misalı dəyişməz, sabit qalar. 1-ə B, 2-yə A, 3-ə də Y variantı uyğun gəlir. 39-a baxsaq, 39-da deyir ki,
Liftin kabinəsində kapilyar borda mayenin qalxma hündürlüyünün qiyməti diaqramı verilmişdir. Liftin hərəkətinin xarakteri ilə diaqramın sütunlar arasında uyğunluğu müəyyən elə. Deməli, H-ın düsturu dedik ki, H bərabər 2 sigma bölünsün rho J R. Düzdür. Lift sükətdə olanda budur. Və lift sükətdədirsə düsturum budur və bu orta mövqedədir. Yəni, bu bir şeyə aiddir, C-yə aiddir. Bu orta mövqedədir qiymət. Əgər lif yuxarı yönəlmiş tərzən hərəkət edəsə, düsturum olur rho J plus A. Yuxarı yönəlmiş tərzən hərəkət edəcək J plus A. Onda məxrəc artacaq. Məxrəc artacaqsa, mənim H-ın qiyməti nə olur? Azalır. Yəni, J plus A olduqda H azalır. Deməli, H azaldı və H-ın azaldığı hissə B hissəsidir. Yəni, 2-də B-yə uyğundur. 3-ə baxsaq, aşağı yönəlmiş, H bərabər düstur olacaq 2 sigma bölünsün rho J çıxısından. Aşağı deyəndə J çıx A olur, məxrəc azalır. Məxrəc azalırsa, hündürlüyün qiyməti artmış olur. Və hündürlüyün qiyməti artacaq, nə olacaq? Ən böyük qiymətin olacaq. 3-ün də cavabı olacaq deməli A variantı. 1-ə C, 2-yə B, 3-ə də A variantı uyğun gəlir. Bu da günün sonuncu sualı oldu.